Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər, müəllimlər. Bugün sizlərlə bir yerdə həm buraxılış, həm blok, həm müəllimlərin MİQ və sertifikasiya imtahanı üçün faydalı ola biləcək bir sınaq işləyirik. 11-ci sinifdə deməli səhifə 184-də yer alan qrammatika sualları qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələridir. Ümumilikdə 30 sualdır, 3-ü situasiyadır. Yəni onunla bağlıdır. Klasteri səbirli olmağı bacaran, gec-tez məqsədinə çatacaq cümləsi əsasında tamamlaya bilən fikirləri müəyyən edin. Altından xətt çəkilən ifadə. Çatacaq kim, səbirli olmağı bacaran. Yalnız xəbərlə sintaktik əlaqəyə girib, bəli, mübtədadır, təyin yoxdur. Bilirsiniz ki, mübtəda ya təyinlə əlaqəyə girir, ya xəbərlə. Bir dənə xəbər var, onunla da uzlaşma əlaqəsindədir və həmişə əsas tərəfdir. Uzlaşma əlaqəsində deyilsə bir səhvdir. Çünki onsuz da xəbər və mübtəda arasında həmişə uzlaşma olur. Feili sifət yox, feili sifət tərkibi ilə. Bacarmaq bir, səbirli olmaq bir. 2 dənə müstəqil sözdən ibarətdir. Ona görə də bu tərkib olmalı idi, ifadə olunub. Ən müstəqil cümlə üzvü, yəni mübtəda yerindədir, düzdür. Hərəkətin subyektidir, bəli, bacaran çatır. Yəni işin icraçısı odur. Cümlənin təyinidir, fikri yanlışdır. Verilmiş cümləmizdə ümumiyyətlə təyin yoxdur. 3-4, doğru cavabımız D variantı. Nümunələrin birində vergül işarəsindən istifadə edilməsi modal sözlə bağlı deyil. Əhsən, nəhayət özünüzü təsdiq etməyi bacardınız. Nəhayət modaldır. İndi sözün doğrusu ədalət qalib gəldi. Baxın uşaqlar, sözün doğrusu ifadəsi modal söz deyil. Fikir verin, 3-cü növ təyini söz birləşməsi formasındadır. Bu ara sözdür. Sən buna modal söz deyə bilməzsən. Ara sözlə modal sözü eyniləşdirməyək. Modal sözlər ara söz ola bilir, amma gördüyünüz hər ara söz modal sözdən ifadə olunmuş sayılmır. Həm də ki, ayrı yazılan modal söz bu məqamda birləşmə formasında görülmür. Yəni, 3-cü növ təyini söz birləşməsi formasında görülmür. Siz onu belə görə bilərsiniz. Şübhəsiz, şübhəsiz ki, heyif, heyif ki. Burada şübhəsiz, beləliklə, səncə. Fikir versəz, hamısı modaldır və vergül onunla əlaqəlidir. Hansı cümlənin tərkibində müxtəlif nitq hissəsinə aid daha çox nümunə var? Ağac kökləri ilə yaşar, insan dostları ilə. İsimləri birlə işarələyirəm. Digər köməkçi nitq hissəmiz var burada, qoşma. Onlara 2 deyirəm. Hamısını ayrı saya bilmərəm, müxtəlif olanları sayıram. Yaşarda feildir. Ümumilikdə 3 dənə müxtəlif nitq hissəsi var. İsim, feil və qoşma. İnsan üçünmü xoşbəxtlik qapısını ədalət açar. 4 dənə ismimiz var, hamısının üstünə 1 yazıram. Üçün qoşmadır 2, mümumi ədatdır 3, açmaq feildir 4. Burada ümumilikdə 4 fərqli nitq hissəsi var. Elmlə də maraqlanırdınızmı? İlə qoşma, mı sual ədatı. Elm isim, ilə qoşma 2, də bağlayıcı 3, maraqlanmaq feil 4, mı da nədir sual ədatı 5. Burada ümumilikdə 5 fərqli nitq hissəsi müşahidə olunur. Böyük insanlara xırdaçılıq hissi yaraşmaz. İnsanlara xırdaçılıq və hiss. Bunlar isimdir. 1, 1, 1. Böyük sifətdir. 2, yaraşmaz. Feildir. 3. Ümumilikdə 3 köməkçi, üzr istəyirəm, 3 nitq hissəsi var və hamısı da əsasdır. Heç körpəliyi də unudularmı? Mı və heç bunları bir sayacağım, çünki hər ikisi ədatdır. Biri inkar ədatıdır, biri sual ədatı. Körpəlik isim 2, də bağlayıcı 3, unudulmaq feil 4. Fikir versəniz, C variantında müxtəlif nitq hissələrinin sayı daha çoxdur. Nümunələrdən biri ancaq ad və hərəkət bildirən sözlərdən ibarətdir. Ad və hərəkət bildirən sözləri, yəni nəyi nəzərdə tutur? İsim və feili nəzərdə tutur. Qəzəb gücsüzlüyün silahıdır. Verilmiş nümunədə hərəkət bildirən söz, yəni feil yoxdur. Qaranlığı lənətləməkdənsə tərəddüd etmədən bir şam yandırın. Bir sözü burada nədir? Saydı, getdi. Xidmət təhsil gücünü itirmədikcə insan yaşlanmış sayılmaz. Deməli, xidmət, təhsil, güc, insan, bunlar isim, itirmədikcə, yaşlanmış və sayılmaz, bunlar feil. Cavab C. Hirsli başda ağıl olmaz. Hirsli sözü sifətdir. Getdi. Hakimlər gəldi gedərdi, yalnız xalq ölməzdi. Burada da ədat var. Bu da getdi. Cümlələrin birinin tərkibində sual əvəzliyindən istifadə edilsə də həmin
cümlə sual intonasiyası ilə ifadə edilməyə də bilər. Necə maraqlı kitab imiş. Buradakı necə sözü ədatdır. İndi bunların hansını seçmək lazımdır? Burada hansı var? Və sən deyirsən ki, indi bunların hansını seçmək lazımdır? Sadəcə sual verirsən də başqa cür düşünmək olmur. Nə istirahət eləməli yerdir, nə və necə sözləri ədatdır. Kimin qalib gələcəyini əvvəlcədən dəqiq söyləmək çətin idi? Sual verirəm qarşı tərəfə. Bir də ümumi məlumat verirəm. Deyirəm, kimin qalib gələcəyini əvvəlcədən dəqiq söyləmək çətindir. Vəssalam. Niyə yenə həmişəki kimi susmağa üstünlük verirsiniz? Qarşı tərəfə sual ünvanlayır, başqa bir intonasiya alınmır. Uyğunluğu müəyyən edin. 3 dənə cümlədir və tabeli, tabesiz və sadə olduğunu müəyyən edirik. Böyüklük qüvvətli olmaq deyil, qüvvədən yerində istifadə etməkdir. İstifadə etməkdir, qüvvətli olmaq deyil, nə böyüklük. Bu ümumiyyətlə həmciz xəbəri sadə cümlədir və bir qrammatik əsası var, çünki sadə cümlənin tərifi budur. Qılıncla canı bədəndən ayırmaq olar, amma inamı beynindən silmək olmaz. Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir və tərkibindəki cümlələr bərabər hüquqludur deyə bilərik. Hara bizim üçün yaxşıdır, orada vətəndir. Hara və qarşılıq söz olaraq ora işlənib, bağlayıcı sözlə bağlanmış tabeli mürəkkəb cümlədir. Tabeli yazıram, bir də bağlayıcı sözlə bağlandığını deyirəm. Tərkib hissələri bir-birinə bağlayıcı ilə bağlanıb ifadəsi isə heç biri üçün aktual deyil, çünki heç birində bunu müşahidə etmək olmur. 1-ə A, 2-yə C, 3-ə isə B, E variantı. Antonimlərdən istifadə edilməyən cümlədir. Həqiqəti sev, amma yanlışlıqlara da dözümlə yanaş. Həqiqət yanlışlıq. Düz dayanmışsansa, kölgənin əyri düşməsindən qorxma. Düz və əyri, hər ikisi zərfdir. Az adam var ki, çox işləməkdən həzz alır. Yəqin ki, az-çox sözlərini düşünürsünüz. Ancaq unutmayın, az sözü burada say olsa da, çox sözü işləməyə aid olduğu üçün zərfdir. Köməkçi nədir? Dilimə düşüb. Əsas nitq hissələrində, verilmiş nümunələrdə vacibdir ki, hər ikisi nə olsun? Ümumiyyətlə, bütün nitq hissələrində sən antonim və ya sinonimi müzakirə edirsənsə, eyni nitq hissəsi olmalıdır bunların qarşılığı. Məsələn, düz və əyri sözü hər ikisi zərf olduğu kimi. Kiçiyə mərhəmət eylə, böyüyə itaət sifətlərin antonimliyi. Düşüncədə iradə var, xəyalda isə yoxdur. Fikir versəz var və yox sözləri öz aralarında antonimlik yaradıb. Feildir, ancaq cümlədə feilin sualına cavab vermir. Bunlar daha çox feilin təsriflənməyən formaları ilə bağlıdır. Danışmalısınız, yazası deyil, susturmasa. Bunlar təsriflənən feillərdir və öz suallarına cavab verir. Oxumadıqda feili bağlama, diliyən, nə edən, feili sifət, ayrılıqda belə suala cavab verir, amma cümlədə öz sualını itirir. 1-5 olacaq cavabımız. Güləyən sözü isə ümumiyyətlə sifətdir. Bunun feilinə nadiyyatı yoxdur. Gülməkdən güləyən. Bir mürəkkəb cümlənin tərkib hissələri arasında durğu işarəsindən istifadə edilməyib. Səbəb nədir? Baxın, normalda 2 dənə cümlə gəlirsə mütləq ortada vergül işarəsi olur. Ancaq və bağlayıcı gəldikdə bu hal pozula bilər. Çünki onsuz da və vergülün yerinə işlənir və cavabımız C-dir. İsə bağlayıcısından istifadə olunubsa, isənin mövqeyi bilirsiniz nədir? Məsələn, deyirsən ki, validə danışır, o isə susurdu. Yəni, bunun mövqeyi buradır. Yəni, heç bu vergüldən sonra yox, çox sonra gəlir isə. Tərkib hissələri bir-birinə intonasiya ilə bağlanır. Belə intonasiya ilə bağlananda əsas vergüldən istifadə olunur. Təkrarlanan bağlayıcılardan istifadə olunub. Məsələn, həm də. Deyirsən ki, həm o danışır, həm də biz qulaq asırıq. Yəni, qoyulur. Budaq baş istəyir, baş budaq olsun. Heç bir fərqi yoxdur. Bu da qoyulmaması üçün bir bəhanə yoxdur. Hansı nümunədə numerativ söz kəmiyyət fərqi yaratmayıb? Mənzilimiz 2 göz otaqdan ibarətdir və ya 2 otaq. Nəticədə yenə də 2 otağa gəlib çıxır, cavab A. Bir deyirsən ki, 2 ayaqqabı alınmalıdır, yəni cəmi 2 dənə. Bir də 2 cüt deyəndə bu 2-nin sayı neçə olur? 4 olur. Kəmiyyət fərqi yaranır. İdmançıya 2 gül verdilər, bir də deyirsən 2 dəstə. Güllərin sayı çoxaldı. Hərəmiz bağdan 1 alma dərdik. Biri də var ki, 1 yeşik alma. Sayı artdı. Tikintiyə 5 taxta gətirildi. Azdır axı. 5 maşın desən çoxalacaq. Bir nümunədə ədəbi dilin qrammatik norması pozulub. Səhər musiqi ilə oyananda həmin gün yorulmuram. Dünən kəndə gedənlər sabah qayıdacaqlar. Həyat insanlıq üçün bir dərsdir. Hələ ki pozulma görmürəm.
Keçmişi öyrənmək gələcəyi öyrənmək üçündür. Dostumuz bizim doğma yurdunda ehtiramla qarşılandı. Bizim doğma yurdumuzda deməlidir. Fikir verin, şəkilçi bu yiyəlik hallı sözün tələbini qarşılamayıb və burada artıq qrammatik norma pozulub. Hansı cümlənin tərkibindən söz çıxarsa, tabelik əlaqələrinin sayı azalar, cümlə üzvlərinin sayı isə çoxalar. Maraqlı sualdır. Bu adətən üçüncü növ təyinli söz birləşməsinin aslı tərəfini çıxarmaqla əlaqəlidir. Həmişə də belə olub. Deyir, bizim həqiqi dostlarımızın münasibəti dəyişmədi. Dəyişmədi, nə? Dostlarımızın münasibəti, daha doğrusu üzr istəyirəm, bizim həqiqi dostlarımızın münasibəti. Bizim yiyəlik hallı söz, dostlarımız mənsubiyyət, bizim dostlarımız, dostlarımızın münasibəti. Zəncirvari bir əlaqə var deyə ümumilikdə bütövlükdə nə gedir? Mübtəda gedir. Amma mən buradan bizim sözünü çıxarsam görün nə olacaq? Dəyişmədi, nə? Dostlarımızın münasibəti, hansı dostlarımızın həqiqi. Əlavə olaraq bir təyin cümləyə qatıldı. Yəni itirdiyimiz bir şey yoxdur. Əvvəl mübtəda xəbəri idi, indi təyin mübtəda xəbərdir. Yəni sözün sayı, tabelik əlaqəsinin sayı azaldı, ona görə ki, üçüncü növü sən parçaladın. Amma cümlə üzvünün sayı artdı. Cavabımız elə A variantıdır. Daha sonra deyir, dünyada xeyirli bir iş görməyən insan əbəs yerə yaşayır. Kim insan, hansı insan dünyada xeyirli iş görməyən? Bax, burada feili sifətdir. Feili sifətin içindən nə qədər sözü ixtisar edirsən elə, yenə bir şey dəyişmir ki, əsas bunun özü qaldığı müddətcə bir şey dəyişməyəcək. Bunu da çıxarsan, dünyada xeyirli bir iş, insan, cümlə qarışacaq bir-birinə. Yəni, bu məsələləri nəzərə alın. Ona görə digərlərində də bu hal baş verəcək. Amma belə variantlarda nəsə problem yaşasa, şərhə yazın, baxaraq. Üzvlərinin heç biri söz birləşməsi ilə ifadə olunmayıb, yəni nitq hissəsi ilə ifadə olunub. Müsbət düşünən müsbət də nəticə alar. Nəticə alar kim? Müsbət düşünən. Fikir verin, müsbət düşünən nədir? Feil sifət tərkibidir. Mübtədamız söz birləşməsi ilə ifadə olunub. Ən böyük ümid ümidsizlik üzərində qələbədir. Qələbədir nə? Ümid. Hansı ümid? Böyük ümid. Bax, nədə? Ümidsizlik üzərində. Ümidsizlik üzərində nədir? İkinci növ təyin söz birləşməsi parçalanmır. Şüşədən olan evin içində oturanlar başqalarına daş atmamalıdır. Atmamalıdır kim? Şüşədən olan evin içində oturanlar. Feil sifət nə idi? Tərkibidir. Mübtəda vəzifəsində. Dünya qocaların təcrübəsi və gənclərin əməyi sayəsində idarə olunur. İdarə olunur nə ilə? Qocaların təcrübəsi sayəsində, daha doğrusu nə sayəsində? Qocaların təcrübəsi sayəsində, nə sayəsində? Gənclərin əməyi sayəsində. Deməli, burada da üçüncü növlərimiz var və qoşmalı söz formasında. Rəqib olmasa, qalib olmaq çətin deyil. Çətin deyil, qalib olmaq, rəqib olmasa. Fikir versəniz, rəqib olmaq, qalib olmaq bunlar mürəkkəb feildir. Çətin deyil də zaten hissəciklə işlənib. Yəni, burada heç bir söz birləşməsi yoxdur. Doğru fikir müəyyən edin. Tabeli mürəkkəb cümlələrin tərkib hissələri arasında durğu işarəsi qoyulmaya da bilər. Bu yanlışdır. Tabesizdə qoyulur, o zaman da biz dedik və bağlayıcısı gələndə. Vasitəsiz nitqli cümlədə müəllifin sözləri ilə əgər başlayırsa, ən az iki sözün ilk hərfi böyük yazılmalıdır. Bəli, məsələn, deyirəm ki, validə dedi. Bax, müəllif sözü ilə başladı. Validə dedi, mən çoxlu video hazırlamışam. Baxın, müəllif sözü gəlibsə birinci, müəllif sözü böyüklə də, onun nitqi də vasitəsiz nitq formasında, o da böyüklə olur. Yəni, ən az ikisinin böyüklə olduğunu demək mümkündür. Bu düz. Müəllifin sözləri vasitəsiz nitqli cümlənin müxtəlif yerlərində işlənə bilər. Bu da düzdür. Məsələn, o dedi, mən deyəsən axşam yola düşərəm. Ya da belə eləyək də. Mən deyəsən axşam yola düşərəm, vergül dedi. Sabah orada olmalıyam. Vasitəsiz nitq. Bax, vasitəsiz nitq, müəllif sözü vasitəsiz nitq. Yəni, müəllif sözü istənilən mövqeydə vasitəsiz nitqin ortasında işlənib onu bölə bilər. Yəni, belə hallar mümkündür. Vasitəsiz nitqli cümlələrin tərkibində iki müxtəlif durğu işarəsi yanaşı işlənmir. Bu da səhvdir. Məsələn, dedi gələndə necə oldu? Deyir ki, məsələn, burada nitq var, burada vasitəsiz nitq davam edir. Burada müəllif sözü ortaya girəcəksə və vasitəsiz nitq davam edəcəksə belə olur. Bax, vergül. Bax, fikir ver, vergül yanaşı işləndi. Necə yəni yanaşı işlənmir? Bu səhvdir. 2-3.
Nöqtələrin yerinə hansı ifadə əlavə olunsa mürəkkəb cümlə alınar. Burada vergül var. Gələrsən, görərsən desək, hər ikisi xəbər şəklindədir və sən gələrsən, sən görərsən sadə. Ola bilsin, görərsən, ola bilsini qoysaq bu ara söz olacaq. Bu nə mürəkkəblik yaradır. Gəlsən, görərsən. Baxın, indi deyəcəksən, sən gəlsən, sən görərsən. Deyəcəksən ki, ay müəllim, bu da həmciz xəbəri sadədir. Belə demək olmaz. Sasə nədir? Şərt şəkli. Bəs görərsən hansı formadadır? Xəbər deməli əlaməti var, onda zaman şəkilçisi qəbul edib. Biri şərtdir, biri xəbər. Belə olanda bu mürəkkəbdir. Baxmayaraq ki, sən gəlsən, sən görərsən deyirsən. Fərqi yoxdur. Xəbərləri başqa formalardadırsa, sən bunu götürürsən. Yaxınlaşdıqda sözün ümumiyyətlə qoymaq olmaz. Laf qoysan da feili bağlamadır o. Hər şeyin daha dəqiq olduğunu da feili sifət tərkibidir. Söz ismin hansı halında olduqda onda ismə aid bütün şəkilçilər işlənə bilər. Əvvəla təsirli çıx. Təsirlikdə şəxs xəbəri şəkilçisi işlənmir. Qeyri-müəyyən yəlik halda yəlik halın şəkilçisi olan ın, in, un, ün işlənmir, şəkilçisi işlənir. Daha sonra müəyyən yəlik hal olar, yönlük olar, yerlik olar, çıxışlıq olar. Verilmiş şəkilçilərə hal, mənsubiyyət, şəxs xəbərlik, cəm, bütün şəkilçilər qoşulur, yəni işarələdiyim halları deyirəm. 1, 2, 4, 5 cavabımız A. Həm saiti, həm də samiti fərqli tələffüz edilən sözlər hansılardır? Danışmayacaqsa. Həm A-ıya keçdi, Q-xıya keçdi, sait samit, C-rıya keçir, vicdansızdıq. Burada ancaq samitlərdə fərq var. Sehirli sözündə sehirli formasında tələffüz olunur, L-rıya keçir, amma əlavə sait gəlir. Saitin fərqli tələffüz olunması yoxdur, səs artımı var sadəcə. Təhlükəyə sözündə ə-üyə keçir, qapalı saitə keçir, çünki özündən sonra A-ə gəlib. Burada saitlə əlaqəlidir. Qarşılayarlar. 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 Verilmiş nümunədə A-ıya, R-lıya keçir, sait samit. Qabaqlıya sözündə Q-xıya keçir, A-ıya keçir, sait samit. Deməli, 1, 5, 6 sait samitlə bağlı fərqdir. Altından xətt çəkilmiş sözlərdən 4-ü eyni qrammatik mənaya malikdir, fərqli olanı müəyyən edin. Dünyada ən təhlükəsiz sığınacaq insan düşüncəsidir. Sığınacaq burada isimdir. Avropada qaçqınlar üçün yeni sığınacaqlar inşa edildi. İsim, sizə sığınacaq insanların hər birinə mərhəmət göstərməyiniz savabdır. Sığınacaq, yəni sığınan insanları. Nə edəcək? Sığınacaq. Bu feili sifətin şəkilçisidir, C. Bizə qəsəbənin mərkəzində sığınacaqda yer verdilər. Yenə isim, hər hansı bir yeri nəzərdə tutur. Təmirdən sonra bəzi sığınacaqların görkəmi dəyişdi. Bu da eyni formada isimdir. Burada sual bitdimi? Aha. Hansı nümunədəki sözlərin birində saitin yazılışında səhvə yol verilib? Eyblərin ən böyüyü öz eybini görməməkdir. Öz eybini görməyən başqasının eybini tez görür. Gözü olan o adamdır ki, özünü görə bilsin. Burada adamdır desək, o samitlə bağlıdır. Bizdən isə saitlə bağlı səhv. Elm insanların tacı, sərvət isə boynuna vurulan zəncirdir. Boyun sözü milli sözdür və ondan sonra mənsubiyyətlə başlayan səhv dedim. Saitlə başlayan mənsubiyyət şəkilçisi qoşulduqda nə baş verir? Boynuna, u düşməli idi, düşməyib, saitlə bağlı səhv var. Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir, problem yoxdur. Sözlərin hamısından hansı ardıcıllıqla istifadə etməklə ədəbi dil normalarına uyğun cümlə qurmaq olar? Nəzərinizə çatdırım ki, ədəbi dil normalarına uyğun cümlə belədir. Mübtəda, tamamlıq, zərflik və xəbər. Təyin isə istənilən mövqedə çıxış edə bilər. Kölgə insan görməz, çevirən tərəf üzünü günəşə. Baxın, deyirəm ki, üzünü günəşə tərəf çevirən insan kölgə görməz. Deməli, insan olur mübtəda, üzünü günəşə tərəf çevirən, onun təyini kölgə tamamlıq görməzdə xəbər. 6, 7, 5, 4, 2, 1, 3, E. Mübtədası olan, lakin hərəkətin subyekti olmayan cümləni müəyyən edin. Qanunun dəqiq və aydın olması onun icrasına təsir edir. Təsir edir nə? Qanunun dəqiq və aydın olması. Mübtəda da var, elə mübtədamız işin subyektidir. Şair ömrü sözdə yaşayar. Yaşayar, nə? Şair ömrü. Mübtəda eyni zamanda hərəkətin icraçısıdır. İnsan həm maddi, həm də mənəvi cəhətdən təmin edilməlidir. Təmin edilməlidir insan. Baxın, İl şəkilçisi orada nədir? Məchul növün şəkilçisidir. Məchul növdə bilirsiniz ki, obyekt mübtəda vəzifəsinə gəlir, subyekt cümlədən itir. C variantı doğrudur. Yalnız öz işinə yarayanlar heç nəyə yaramırlar.
Heç nəyə yaramırlar ki, öz işinə yarayanlar. Deməli, burada da işin icraçısı bunlardır. Özünə layiq olmayanla dostluq eləmə, ümumiyyətlə burada mübtəda yoxdur. Hər iki baş üzvün iştirak etdiyi cümlə. Hər iki baş üzvü deyirsə, mübtəda və xəbərə biz fokuslanmalıyıq. Duzu yeyib duzqabını sındırma. Sındırma kimsən, mübtəda yoxdur. İnsan gülüşlə göz yaşları arasında dolaşan bir varlıqdır. Varlıqdır kim? İnsan. Mübtədədə var, xəbərdə. Xəyanətin kiçiyini də, böyüyünü də bağışlamazlar. Bağışlamazlar. Bu ümumi şəxsi cümlədir və mübtədası yoxdur. Yaxşı yazan müəlliflərin əsərlərini oxuyaraq yaxşı danışmağı öyrənirik. Kim biz? Mübtəda yoxdur. Azadlığın da əsl qiymətini yalnız sonralar bilirsən. Bu da ümumi şəxsi cümlədir. İkinci şəxsin təkindədir, mübtədası yoxdur. Nümunələri tamamlamaq üçün nöqtələrin yerinə ədəbi dil normalarına uyğun ifadə seçin. Səbirli olmağı bacaran istəyinə nail olar və ya çatar. Vidalaşmaz, qovuşsa, aiddir və həyata keçirər ifadəsi istəyini həyata keçirər olsaydı yerinə qoyardın. Cümlədəki şəkilçiləri nəzərə alıb ona uyğun söz qoymaq lazımdır. Sizin bizim müqəddəs vətənimiz odlar yurdudur cümləsində tərkibindən hansı söz çıxarsa ikinci dərəcəli üzvlər iştirak edər. Baxın, bayaqki sual tipidir. Bayaq izah elədik, məsələn. Hanı? Bax, burada. Bizim dostlarımızda bizi çıxartdığı. Bax, eyni sual tipidir. Bax, deyir ki, sizin bizim vətənimiz odlar yurdudur. Odlar yurdudur sizin bizim vətənimiz. Belə olanda bir ilə ikin çıxar. Vətənimiz odlar yurdudur, hansı müqəddəs. İkinci dərəcəli üzvlərdən təyin peyda olur. Yəni, bir ilə ikini çıxarmaq kifayətdir. Üçbucaq işarəsinin yerinə vergül qoyulmalı olan cümlələri. Bundan sonra daha ədatı gəlib heç baxmadan qoymağına ehtiyac yoxdur. Bu gün də o iki idmançını məğlub etdi. Məğlub etdi kim? O. Özündən sonra sayı gəlib qoyula bilər. Daha sonra o'dan sonra əvəzlik gəlib ehtiyac yoxdur. Bundan sonra da gəlib köməkçi nitq hissəsi olmaz. İndiki müzakirələr nədir? İndiki müzakirələrdə bu yenə danışılmalıdır. Danışılmalıdır nə bu? Zaman zərfi gəlib olar. Nəhayət o günorta bəzədilmiş meydana gəldi. Gəldi kim? O. 2-6. Klasteri tamamlamaq üçün uyğun fikirləri müəyyən edin. İdimiş hissəcikləri adlara və feillərə qoşula bilir. Şəkilçiləşmiş formada olur. Bəli, mış və sə formasında şəkilçiləşmiş sayılır. Bütöv şəkilci işləndikdə sözlərə bitişik yazılır. Xeyr, bütöv şəkilci işləndikdə ayrı yazılır. Şəkilçiləşmiş formada bitişik yazılır. Feilin bütün formalarını artırıla bilmir. Bu da düzdür. Məsələn, əmr şəklində olan, deyək ki, bir feilə sən onu artıra bilmirsən. Şəxs şəkilçisi həmişə onlardan əvvəl artırılır. Həmişə deyə bir şey yoxdur. Baxın, məsələn. Əvvəldə ola bilir, sonra da. Bax, oxumuş zamandır. Du nədir burada? Hissəcik, qı, şəxs sonluğu. Şəxs şəkilçisi. Sağda təzdən hissəcik. Uyğunluğu müəyyən edin. Tire və qoşa nöqtə işarələrini biz müəyyən etməliyik ki, hara artırılır. Əlavələrdə aid olduğu üzvlər arasında ya bilirsiniz ki, vergül ya da tire istifadə olunur. Ümumiləşdirici sözdən əvvəl. Sadalama gəlibsə, ümumiləşdirici söz də buradadırsa, ondan əvvəl nə qoyursan? Tire qoyursan. Tərkib hissələri intonasiya ilə bağlanan əksər tabeli mürəkkəb cümlədə vergül, xitab və ara sözlərinin arasında vergül, bunları çıxaq vergüldən danışmır. Müəllifin sözü ilə başlayan vasitəsiz nitqli cümlədə müəllifin sözündən sonra, məsələn, deyirik, validə dedi. Nə qoyursan? Qoşa nöqtə qoyursan da bunu nəzərdə tutur. Daha sonra mətnlə bağlı suallar bizdən tələb olunur ki, yazaq. Mən mətni oxuduğum üçün birbaşa keçirəm. Altından xətt çəkilmiş sözün üslubu xüsusiyyətləri əsasında sxemi tamamlayın. Qrammatika sözündən danışır və bilirik ki, terminoloji funksiyadır, çünki bu söz dilçilikdə termindir. Çərçivədə verilmiş sözün mətndə olmayan qarşılığını yazın. Çap olunmaq ifadəsi mətndə olan qarşılığı nəşr olunmaqdır. Siz onu əlavə olaraq yaza bilərsiniz qarşılığına dərc olunmaq və ya tiflisdə nə deyir? Buraxılmaq. Buraxılmaq, dərc olunmaq, nəşr olunmaq, bunlar eyni yerə gəlib çıxır. İki qarşılığı mən sizin üçün dedim. Mətnin 4-cü cümləsində işlədilmiş məcazi mənalı ifadəni yazın və həqiqi mənalı başqa sözlə əvəz edin. Birinci cümləmiz budur. Buradan 2 gəlir, sonra buradan 3 gəlir, sonra buradan 4.
bu kitabın nəşr olunmasına xeyli kömək göstərdi. Çap maşını haqqında danışır ki, çap maşını kitabın nəşr olunmasına xeyli kömək göstərdi. Kömək göstərmək nədir? Təbii ki, məcazidir. Göstərmək nə isə kitabı, dəftəri göstərərsən ki, məsələn ki, al bax. Kömək göstərməyi kömək etmək və ya yardım etmək mürəkkəb feilləri ilə əvəzləyib ilkin mənada sözlə əvəzləmiş ola bilərsiniz. Növbəti videoda biz B variantını izah edəcəyik. Bəyənib abunə olsaz bizim üçün faydalı olar. Sağ olun, salamat qalın.